99.9%. Bütün hadisələrin istəyir qlobal miqyasda, istəyir fərdi planda psixoloji amillər, faktorlar dayanır. Və 40-dan sonra belə bir şey var psixologiyadakı, normal funksiyonirovat eləyən beyin 40 yaşına kimi özünün mümkün tələbatların ödəməyə, avtomobildir, işdir, evdir, 40 yaşına kimi bunları sahmana salır və 40 yaşdan sonra bir terminologiya yaranıb ki, yaş özün göstərir filan məsələn. Əlün bir işə yatmamağı, soyumamağının səbəblərindən biri də odur ki, sən özündən razısan. Ola bilsin, dilivə gətirmərsən, dostlarının yanında, heç kimin yanında söyləmərsən, ancaq sən özündən razısan. Bu razılıq faktoru da necə əmələ gəlir? Baxırsan ki, Əhməd, Məmməd, o deyir, 40-dan sonra pozulan nədir ya? Baxırsan ki, 40-dan sonra 50 yaşında, 45 yaşında getdi, qurşandı nəsə bir lazımsız, ziyanlı bir vərdişə, peşiyə və sən yolu azmamısan. Varlı da olmasın, yolu azmamısan. Bitki halal çörəyin, rahatçılığın və bu səndə bir rahatçılıq hissi yaradır. Deyir ki, rahatçılıq tənbəlliyin qapısıdır, tənbəllik isə ölümün astanasıdır. Yəni sən deyirsən ki, mən nə olsun ki, fəhlə işləmişəm, ağır işdə işləmişəm, oğurluq eləməmişəm, sigaret çəkməmişəm, qumar oynamamışam, narkotikə qurşanmamışam və bunlar səndə psixoloji bir rahatçılıq yaradır. Əslində labüd bir şeydir, normal bir şeydir, bu insani xüsusiyyətdir. Amma fizioloji olaraq o səni tənbəlliyə vadar eləyir ki, digər tərəfdən də düşünürsən ki, maşın almışam, ev almışam, heç kimə borcum yox, əynimdəki əlbisələrim özüm ki, niyə də ki, mən gündə bir dənə çubuş içməyim məsəlsin və yaxud da ki, bir dənə qırmızı partveyin içməyim, mən bura kimi yolumu azmamışam, özümü kontrol eləyə bilirəm və yəni bu da lap dərinliyinə geçsən, özünü məhv proqramının başlanğıcıdır. Çünki sən elə yavaş-yavaş ömrü boyu işləyən mexanizm olmusan, birdən-birə özünə belə komanda verməyə ki, gündə bir də çubuş iç, 2 gündən bir də qırmızı partveyin iç, sən filan kəs deyilsən ki, yolu azmamısan filan məsələn, sən də yavaş-yavaş başlayacaqsan canıva qəsd eləməyə. Canıva qəsd eləməyin də birincisi tənbəlləşib evdə oturmaqdır.